Orucu gəldi, yenə də maskalanacaqlar, bəzi xoşa gəlməz oyunlardan çıxacaqlar. Nə danışırsan? Orucu batil edən şeylərin arasında söyüş söymək var. Yoxdur ki. Nə özünüzdən nağıl danışırsınız ki, söyüş söymə, belə eləməklə. Yoxdur ki. Hətta Peyğəmbər Şabaniyyə xutbəsində deyir ki, bədbəxt o kəsdir ki, bu ayda Allahın bağışlanmasına nail olmur. Yəni sən bu ayda da özü bağışlada bilmədin Allahın, nə olar? Sürür, sakit adamdır, kimsə belə elədi, verdi qabağına. O onu bacarana can qurban. Adam zirək olmalıdır, bu cür baxır. Amma din mənə bu şeyin alçaqlı olduğunu öyrədir. Bax ki, gözü olmayan adama şükür elə, Allah sənə göz verib. Bu ədəbli şükürdür. Sual verirlər mənə ki, şortiklə namaz qılmaq olar. Qayıdıb deyirsən ki, qardaş, şortiklə namaz qılmaq problem deyil. Evə qonaq gələndə şortiklə çıxırsan qabağına. Quran bizə böyüyü tanımağı öyrədir. Böyüyünü tanımayan adam heç vaxt müvəffəq olmayacaq. Ərəbin dini mənə lazım deyil. Ərəbin dini olsa burada ərəbləri öyər. Amma halbuki daha sonra Hucurat surəsinin axırında əksinə ərəbləri tənqid edən ayə var. Mən deyirəm, ilahi, görəsə mənim namazım qəbuldur yoxsa yox. Meyar qoyur, bax, gör səni nə qədər çirkin və pis işlərdən çəkindirirsə, o qədər sən namazın qəbuldur. Siqaret çəkirəm, dözə bilmirəm. Mən ona görə oruç tutmuram. Deyirəm, mənim həzim, mən bu ayda hansı siqaret çəkən adamları görmüşəm ki, oruç